Deməli, sınaq 1-ci situasiya suallarının izahına baxaq. Deməli, situasiya mətnində bizə ABCD düzbucaqlı torpaq sahəsidir və onun daxilində 2 hovuz quraşdırılıb. Bu hovuzların deməli məsafələr verilib, düzbucaqlının uzunluğuna qədər olan məsafə, eninə qədər olan məsafə və aralarındakı məsafə. Və deyir ki, bu məsafələr bərabər 6 işıq dirəyi bu hovuzun çevrəsi boyunca bərkidilib. Bərabər 6 dənədirsə, onda bunu biz 6 yerə bölsək, bu çevrəni. Bu formada. Deməli, onda sonra bizə nə deyir? Deyir ki, 2 ardıcıl işıq dirəyi arasındakı məsafə 12-dir. Buradan bura qədər 12-dir. Bunlar bu hər qövsündə dərəcə ölçüsü 60 eləyəcək. Nəyə görə? 6-dan hissəyə bölünübsə 366-ya bölərəm, eləcək 60. Onda mərkəzdən biz bunları birləşdirsək, bərabər tərəfli üçbucaq alınır. Bu da 12, bu da 12. Çevrənin radiusu da 12 tapılar. Onda 12 tapılırsa, biz qayıtdıq bura. Deməli, şəkil bu formadadır. Radius 12-dir. Radiusun 12 olduğunu da bildik. Ondan sonra çevrənin uzunluğuna gəlir. Çevrənin uzunluğu L bərabərdir 2 pi düsturu ilə tapıldığından R12 olduğunu elədi 24 pi. Keçək 29-cu suala. 29-cu sualda bir ABCD düzbucaqlısının perimetri boyunca aralarındakı məsafələr bərabər olan və bütün küçük nöqtələrdə dirək olmaqla əlavə direklər bərkidilərsə ən çoxu neçə metr olar? 56, 32-dir. Biz bunların əbobunu taparıq. Əbob 56, 32. Bu da eləyəcək 8. Deməli, ən çoxu 8 olacaq. Ən çoxu 8 metr olacaq. Deməli, 30-cu sual. 30-cu sualda da deyir ki, bağa əkilən ağacların 12-də 5-i alma. 12-də 5-i almadır. Sonra qalanlar isə heyva və nar ağaclarıdır. Heyva ağaclarının sayı nar ağaclarının sayından 24 ədəd çoxdur. 12-də 5-i almadır. Ümumi 120 idi, axı vurdum 120-yə. Deməli, 50 dənə almadır. Ondan sonra baxaq. 12-də 7 hissəsi qaldı heyva və nar. Heyva və nar 12-də 7-dir. Vurdum onu da 120-yə. Deməli, 70 ədəddə heyva və nar ağacları əkilib. Heyva ağaclarının sayı nar ağaclarının sayından 24 ədəd çoxdur. Biri x-dir, biri x plus 24-dür. Bərabərdir 70-ə. Buradan x elədi 70 çıxı 24, 46, o da bölü 2, 23. 23 oldu nə? Deməli, nar ağacları, heyva ağacları da oldu. 23 üstə gəlir 24, 47. 47. Bizdən də heyva ağacını soruşur. Deməli, 47 ədəd heyva ağacı əkilir.